Salam kanal izləyiciləri, mən Günel müəlliməm. Bugün sizlərlə lövhədə gördüyünüz kimi DİM-in buraxılış imtahanı suallarından birinin izahlarını bölüşmək istəyirəm. Hansı ki, ötən illərdə DİM-də istifadə olunmuş sual tipindəndir. Gəlin baxaq sualımıza. Sualımızda deyir ki, loqaritma 8 əsasından 10 minus loqaritma 3 əsasından 2x plus 1 1-ə bərabərdir. Loqaritmik tərini həll edən şagird bilir ki, bura hər zaman, yəni 10 minus loqaritm 3 əsasdan 2x plus 1 sıfırdan böyükdür. Plus elə bir kök tapmalıyam ki, 2x plus 1-i də sıfırdan böyük etsin. Bu şərtləri nəzərə alaraq gəlin həll edək. Deməli, 10 minus loqaritm 3 əsasdan 2x plus 1-i bərabər götürürüm 8 üstü 1, yəni 8-ə. Loqaritma 3 əsasdan 2x plus 1 nəyə bərabərdir? 10-dan 8-in çıxacaqsınız, eləyəcək 2. 2x plus 1 buradan nəyə bərabərdir? 3 üstü 2. 2x plus 1 bərabərdir 9-a. 2x bərabərdir 8. X da bərabərdir 4-ə. İndi 4 kökü baxalım bizim şərtləri ödəyirmü? 4 kökü bəli, buranı sıfırdan böyük edir. 4 kökü bu eləyəcək 8, 9, 2. Buradan da ondan 2 çıxanda müsbət edir. Deməli, təmin